Salam, üzv birləşmələr arasında genetik əlaqə mövzusunun tapşırıqlarını, test tapşırıqlarına baxaq. Birinci, metanın 550-650 dərəcədə parçalanmasından etilen alınır. Biz bilirik ki, metanın 3 cür parçalanması var. Oraya baxın, təkrarlayın həmin 3 cür parçalanmanı. Üstünə xlor 2 gələndə alınır CH2 xlor, CH2 xlor. Yəni bir rabitə qırılır, hər tərəfdən xlor birləşir karbonlara. Və kalium OH-ın spiritdə məhlulun gələndə biz bilirik ki, spiritdə məhlulunda pi rabitə əmələ gəlir. Nə qədər xlor varsa, o qədər pi rabitə əmələ gəlir. Onda olur CH, 3 qat rabitə CH. Yəni bir xlor gedir, bir pi rabitə, o bir xlor gedir, bir pi rabitə. Və biz də bilirik ki, asetilendir. Bu alınan maddə asetilenin üstünə bir də asetilen gələndə dimerləşmədir və vinil asetilen alınır. CH2, CH, C, 3 qat rabitə CH. Bu hissə vinildir, bu hissə isə asetilendir. Cavab olacaq B variantı. İkinci suala baxaq. Hansı sırada olan bütün birləşmələr natrium metalı ilə reaksiya daxil olur? Biz bilirik ki, natrium metalı ilə spiritlər reaksiya daxil olur, fenol reaksiya daxil olur, turşular reaksiya daxil olur, propilen daxil olmur, stirol daxil olmur, benzol daxil olmur, etilen glikol, tolol daxil olmur. Cavab olacaq D variantı. Xlorlu birləşmələr daxil olur, müvafiq karbohidrogenlər alınır. Gliserin daxil olur, OH qrupu ilə deməli əvəz etmə reaksiyasında gliseratlar alınır. Üçüncü suala baxaq. Hansı maddələr həm natrium metalı, həm də natrium hidroksidi ilə biz bilirik ki, natrium metalı ancaq nədir, spiritlərin bütün spiritlərlə reaksiya daxil olur, amma natrium hidroksidi isə çox atomlu spiritlərlə və fenolla reaksiya daxil olur. Deməli, həm natriumla, həm natrium OH-la reaksiya daxil olan fenoldur. Birinci olmayacaq. Səbəb çünki birinci ancaq natriumla reaksiya daxil olur. Bir atomlu spiritlər. Bir atomlu spiritlər natrium OH-la reaksiya daxil olmur. Bu qaydada da var. Fenol isə bəli, hər ikisindən reaksiya daxil olur. Natriumla reaksiya daxil olur. Hürs reaksiyası ilə alınır 4 karbonlu, 2 karbonsa 4 karbon olur. Natrium OH-la reaksiya daxil olur. Əvəz etmə reaksiyası, daha doğrusu dəyişmə reaksiyası natrium xloru götürür, OH da gəlir. Yəni cavab olacaq 2, 3, C variantı daxil olur deyir deyə. 2, 3, C variantı. Dördüncü sualda hansı maddələr natrium metalı ilə reaksiya daxil olur, amma natrium OH-la daxil olmur? Bu bir atomlu spiritlərdir. Cavab olacaq yalnız 1, D variantı. 5-ci suala baxaq. CH3 xlor natrium ilə Würz reaksiyasından alınır C2H6. Əgər hansısa karbohidrogenlərin, yəni doymuş karbohidrogenlərdən ox çəkilirsə və dərəcə katalizator qoyulursa, bilin ki, bu dehidrogenləşmə reaksiyasıdır. Alınacaq C2H4 və C2H4-ün hidratlaşması HOH kimi götürsək, bunu açıq yazsaq CH2, CH2 və HOH hidrogenin biri gələcək bura, OH da gələcək bura. Yəni CH3, CH2, OH, Y-imiz olacaq etil spirti. Və etil spirti haqqında nə doğrudur, yəni Y haqqında? Suda həll olmur, səhvdir, suda həll olur. Molekul arası hidrogen rabitəsi əmələ gətirir, bu düzgündür. Deməli, doğrunu deyir, cavab olacaq B variantı. 6 mis 2 oksidlə qızdırıldıqda mürəkkəb efir əmələ gətirir. Bu səhvdir. Mis 2 oksidlə yazaq reaksiyanı. C2H5, OH, üstə gəl mis oksid. Biz bilirik ki, spiritlər mis oksidlə reaksiya daxil olub, müvafiq aldehidə çevrilir. Eyni karbonlu, yəni CH3, COH asetaldehidə çevriləcək. Bu səhvdir, yəni. Qələvi məhlullarla reaksiya daxil olur. Bir atomlu spiritlər qələvi məhlullarla reaksiya daxil olmur. Amma qələvi ilə daxil olur, yəni natriumun, kaliumun özü ilə. Nitrat turşusu ilə reaksiya daxil olmur, amma olur. Nitrat turşusu ilə C2H5OH üstə gəl HONO2. Burada deməli OH bu mürəkkəb efir əmələ gələcək. Çünki biz demişik ki, spiritlər ilə müvafiq oksigenli turşular fərqi yoxdur. Üzvü və yaxud qeyri-üzvü mürəkkəb efir əmələ gətirir. HOH deməli H buradan, OH buradan, turşudan OH çıxacaq. Alınacaq C2H5ONO2. Deməli cavab olacaq B. 6-cı suala baxaq. Burada dəm qazı ilə natrium OH müvafiq turşu oksididir, daha doğrusu duz əmələ gətirməyən oksididir ki,
natrium OH-la, yəni qələvi ilə reaksiya daxil olur. Nə əmələ gətirir? HCOO natrium, yəni natrium formiat. Natrium formiat və yaxud formiat turşusu da hər ikisi deməli gümüş güzgü reaksiyasına daxil olur. Səbəb çünki natrium formiatın və yaxud yenə formiat turşusunun tərkibində aldehid qrupu var. Ona görə burada alınacaq gümüşü təsəvvür eləyin ki, gümüş 2 dənə çıxdı, 2 dənə gümüş çıxdı və oksigen gəlir bura. Nə olur? Natrium HCO3, oksigen 3 dənə olur. Natrium HCO3. Onda burada X-im olacaq, natrium formiat, sonra Y-im olacaq, natrium hidrokarbonat, Z-im də olacaq. Biz də bilirik ki, əgər turş duzun üzərinə həmin duzun tərkibində olan metalın qələvi olmalıdır mütləq. Yəni metalın qələvsin gəlsək, onda normal duz alınacaq. Rəngi dəyişək, alınır natrium 2CO3. Cavab olacaq B variantı. 7-ci suala baxaq. Burada kalsium karbidin üzərinə su gələndə alınır kalsium OH2 və asetlin. X1 asetlin oldu. Kalsium OH2 ola bilməz, X1, çünki qələvlər hidrogenlə reaksiya daxil olmur. C2H2 hidrogen gəlsək, 1 mol gəlir hidrogen, C2H4 alınır, onda X2 C2H4-dür. C2H4-ün də açıq quruluşu CH2, 2 qat rabitə CH2, üstünə HOH gələndə hidrogenin çox olan yerə olmayacaq, yəni Markovnikov qaydası ilə getməyəcək, səbəb çünki hidrogenləri bərabərdir. Yəni, hara istəyirsiniz, birləşdirə bilərsiniz. Alınacaq CH3, CH2OH, yəni X3-ümüz olacaq etil spirti. Etil spirti də kuprum oksidi ilə reaksiya girdikdə deməli müvafiq karbonu sayı eyni olan belə deyək aldehid alınır. Yəni asetaldehid alınacaq. CH3, COH. Cavab nə olacaq? Burada bir ardıcılığa baxaq. Yəni bizə nə deyir, nə istəyir? Z istəyir, asetaldehid olacaq. Asetaldehid də Y variantıdır. 8-ci suala baxaq. 8-ci sualda hidrogen çıxdı. Bax, görünür ki, ox çəkilib və hidrogen çıxdı. Hidrogen çıxanda C3H6 olur. C3H6-da biz belə yaza bilərik. CH2, 2 qat rabitə CH, CH3, yəni propen. Üstünə də H xlor gələndə mütləq bunu açıq şəkildə yazın ki, Markovnikov qaydası ilə gedəcək. Yəni, hidrogeni çox olan yerə, xloru hidrogeni az olan yerə alınacaq CH3, CH, xlor, CH3 və biz də bilirik ki, 2 mol natrium ilə reaksiya daxil olduqda Würz reaksiyası ilə buna ekiz reaksiyası da deyirik. Yəni uşaqlara mən belə deyirəm, alınır CH3, CH, bax eyni maddəni yazıram, xlor, CH, CH3, CH3. Bax eyni çevirdim, yazdım. Xlorları çıxıram niyə görə? Çünki 2 dənə natrium xlor çıxır. Xlorları çıxandan sonra bunu rabitə kimi təsəvvür eləyin. Elə bir ki, rabitədir. Böyük olmağına baxmayın, uzun olmağına. Yəni, karbon-karbondan reaksiyaya girdi. Yəni, xlorlar çıxdı, həmin xlor çıxan yerdən karbonla reaksiyaya girdi. Və uzun zənciri yazsaq, buradan uzun zənciri belə nişanlayırıq və radikalları nömrələyirik, daha doğrusu krujoklayırıq və nömrələyirik. 1, 2, 3, 4. Və 3, 1, 2, 2, 3 dimetil butan. 2, 3 dimetil butan. Cavab olacaq B variantı. 9-cu suala baxaq. Burada alüminium 2O3 və sink oksid 425 dərəcədə 2 moldan Lebedov reaksiyasıdır. Su və hidrogen çıxır. A maddəsi divinil olacaq. Elə yuxarıdan yazıram. CH2, CH, CH, CH2. İstəsəz siz bunu belə də yaza bilərsiniz. Divinil nə deməkdir? Divinil, yəni 2 dənə vinil radikalının birləşməsidir. Vinil radikalı da CH2, CH, CH, CH2-dir. Və üstünə brom gələndə bunun dərəcəsinə baxırıq. Mütləq dərəcəsi önəmlidir. Burada önəmli deyil. Niyə görə? Elə ikisi də birləşir. 2 dənə brom 2 birləşir. Dərəcəsinə baxanda görürük ki, temperatur 40 dərəcədən yüksək olduqda hər iki rabitə qırılır.
Hər iki rabitə qırılır və qıraqlara birləşir brom. Və pi rabitəsi ortaya keçir. Çünki bizim axı bir dənə pi rabitəmiz qalır. Çünki brom bir dənədir. Əgər 2 dənə birləşsəydi, onda 2 dənə pi rabitə ikisi yoxa çıxardı. Bir dənə pi rabitə qaldığına görə bromlar qıraqlara birləşir. CH2 brom, CH 2 qat rabitə CH, CH2 brom. Bu olacaq 1 4 di brom, brom, butan, buten. Buten neçə? 2. Niyə görə? Birinci, ikinciyə. Deməli, rabitə birinci, ikincidədir. Amma 2 dənə brom 2 birləşəndə elə birləşdirə gedin. CH2 brom, CH brom, CH brom, CH2 brom. Bax, belə birləşdirirsiniz. Olacaq 1, 2, 3, 4, tetra brom, butan. Bu səfər niyə butan oldu? Çünki doymuş hala gəldi. 1, 2, 3, 4, 1, 2, 3, 4 burada da var, burada da var. Burada da var. Tetra, brom, butan. İndi baxaq o birinə 1-4 olmalıdır. 1-4 cavab B variantı. 10-cu suala baxaq. Buradan kalsium karbidi alınır. Düzgündür. Hansı reaksiyalar doğrudur? Bu doğrudur. Burada C2H2 alınır. Bu da doğrudur. Asetilinin üzərinə H2O gələndə alınacaq asetaldehid. Bu səhvdir. Belə bir birləşmə alınır. Bu birləşməni istəyirsiniz lap açıq şəkildə yaza bilərəm. Asetilin budur. Üstünə HOH gələndə hidrogeni çox olan yer, yəni Markovnikov qaydası ilə getməyəcək. Çünki hidrogenlər bərabərdir. Ona görə elə HOH birləşdirdik. Bir pi rabitə qırıldı. Çünki hər iki tərəfdən gələndə bir pi rabitə qırılır. Yəni 2 dənə deməli su birləşdirsəydik, ikisi də qırılacaqdı. Alınır vinil spirti. Bax, belə bir şey. Bu belə rahat qalmır. Yəni, rahat qalan birləşmə deyil. Hidrogen keçəcək bura. Alınacaq CH3, COH. Bu da olacaq asetaldehid. Yəni, burada o alınmır. Deməli, bu səhvdir. Keçdik o birinə. Burada isə hidrogen OH-ı götürəcək, xlor gələcək yerinə. Bu düzgündür. Deməli, cavab olacaq 1, 2, 4. 1, 2, 4 hansıdır? B variantı. 11-ci suala baxaq. Buradan alınacaq singin özü və CO. Həmişə belə reaksiyada CO-nu gətirin ortaya salın. Alınacaq CH3, COOH. Xlorla deməli alkanı görmüş, bu reaksiyanı görmüş. Eyni şeydir. Alkanlarda necə xlor əvəz etmə reaksiyasından hidrogeni götürür, bir xlor gəlir birləşir, bir xlor isə hidrogeni götürür çıxır. Yəni, bir xlor hidrogeni götürür, çıxır, bu H xloru alınır. Burada da CH2 xlor, COOH. Deməli, X-imiz CO, Y-imiz olacaq, deməli, asetat turşusu. Bu da olacaq CH2 xlor, COOH, Y variantı. 12-ci suala baxaq. 12-ci sualda CH2, yəni etilin, etin də deyə bilərik, yəni problem yoxdur. Üstünə gəlirik HOH. Burada alınacaq CH3, CH2OH. Bayaqdan bu reaksiyaları təkrar yazırıq. Yəni, yadınızda qalmalıdır. Burada alüminium 2O3-dür. Y-imiz olacaq, deməli, Lebedev reaksiyasıdır. Burada 2 mol çıxır su. Alınır CH2, divinil, CH. Bayaqda yazdıq bu reaksiyanı. CH2. Üstünə 2 dənə brom 2 gələndə elə birləşəcək hamısına. Brom birləşəcək. Yəni, bayaq yazdığımız kimi CH2 brom, CH brom, CH brom, CH2 brom. Bu da olacaq 1, 2, 3, 4 tetra brom butan. Y variantı. 13-cü suala baxaq. 13-cü sualda həmişə belə olanda X, Y, Z, bəzən olur ki, X, Y, Z maddələrini beynəlxalq adlarını göstərin deyir. Onda çaşmayın. Məsələn, burada divinil alınırsa CH2, 2 qat rabitə CH, CH, 2 qat rabitə CH2. Buna tək divinil yox. Deməli, butadiyen 1,3 də deyirlər. Butadiyen 1,3 onun beynəlxalq adıdır. Yəni, bəzən suallarda belə salırlar. Beynəlxalq adını göstər. Amma burada yox. Burada elə salmayıblar. Elə divinil olmalıdır. Oksigen bakteriya mühitində yadınıza saxlayın. Bunu üzümün qızqırmasından əvvəlcə spirt alınır. Sonra qoyurlar balonlarda bakteriya şəraitində, oksigenli şəraitdə alınır sirkə turşusu. Üzüm sirkəsi alınır elə bir ki. Sirkə turşusu
Sonra burada isə 2 karbonlu aldehid alınacaq. Yəni CH3 COH alınacaq. Ümumiyyətlə yadınıza saxlayın, genetik əlaqəni işləmək istəyirsinizsə bütün üzvi kimyanı hamısını öyrənməlisiniz. Cavab nə oldu burada? Sirkə anhidridi. Yox, anhidridi yox. Sirkə turşusu, divin sirkə turşusu, sirkə aldehidi Y variantı olacaq cavab. Keçdik 14-ə. İzopren. İzopren necə yazılır? İzopren CH2 CH3. Bunu belə yazırsınız. Ən gözəl metod. 5 dənə 4 dənə karbon, deməli bir də karbon ikinci karbondan çıxır. Yəni radikal. Sonra isə birinci və dördüncü, elə bil ki divin ikinci karbonuna metil radikalı artırırsınız. Bax bu izoprendir. Hidrogenləri düzək, CH2H və xlor gələndə biz baxırıq ki, xlor hara birləşəcək. Və onu bilmək üçün, bax fikir verin, xlor hara birləşəcək? Bu pi rabitə qırılıb birləşəcək, yoxsa bu pi rabitə qırılıb birləşəcək? Bax o söhbət var. Hardan bilirik? 80 dərəcədən. Əgər 80 dərəcədirsə, onda 2 pi rabitə ikisi də qırılacaq. Bromlar, xlorlar qırağa gələcək. Alınacaq nə? CH2 brom, C 2 qat rabitə, CH, CH2 brom və metil radikal da yerində qalır. İndi onun da üstünə, bu X-imiz oldu, onun da üstünə H2 gələndə ortadakı pi rabitə qırılacaq. Sadəcə, belə deyək, Y-imiz olacaq normal bir alkan. CH2 brom, CH, CH2, burada CH3 var, bir də CH2 brom. Fikir verin, burada üstünə də natrium gəlirik. Əgər natrium gəlirsə, bromlar çıxacaq və əgər dibrom törəmədirsə və həmin törəmədə olan karbona birləşən halogenlər aralı məsafədədirsə, fikir verin, arasında nə qədər karbon var? 2 karbon var. Bu karbondan gəlib, belə deyək, bu hissədən, belə deyək, birləşirlər. Bu karbondan bu karbon vurulur. Neçə dənə uzun zəncirdə neçə dənə karbon var? Uzun zəncirdə 4 dənə karbon var. Vurulub 4 bucaq əmələ gətirirlər. Yəni siklobutan. Amma radikal olduğuna görə nə deyəcəyik? Metil siklobutan. Yəni cavab olacaq C variantı. 15-ci suala baxaq. Burada alınacaq C2H2. C2H2 civə duzlarının təsirindən alınacaq asetaldehid. Asetaldehid oksidləşəndə alınacaq sirkə turşusu OH. Xlor gələcək əvəz etmə reaksiyası ilə CH2 xlor COOH. NH3 də gəlinəcək, alınacaq CH2, NH2, COOH. Bir də NH4 çıxır. Belə deyək də 2 dənə gəlir üstünə. Və bu olacaq amin, yəni glisin. Cavab olacaq CH2 xlor. Burada N olmur. COOH açıq yazsaq. OOH. Cavab olacaq D variantı. 16-cı sual. Burada baxırıq ki, nədir bu? Bu, deməli, sirkə turşusunun qalığıdır. Belə deyək, turşu qalığıdır. Bu da natriumdur. Onda nə deyəcəyik? Natrium asetat. Üstünə natrium OH gələndə, bu populyar alkanların alınma reaksiyasıdır. Bununla bu, belə deyək, alınacaq natrium 2, CO3 və CH4 çıxacaq. Bu düzgündür. CH4-ün üstünə H xlor gəlmək olmur. Çünki doymuş karbohidrogen, alkanlar hidrogenlə H2 ilə, H xlorla reaksiya daxil olmur. Amma halogenlərlə isə əvəz etmə reaksiyasına daxil olur. Bu səhvdir. Natriumla, bəli, Würz reaksiyasından ekiz reaksiyasıdır bu. Yəni 2 dənə ekiz alınır. Alınacaq C2H6, bu da düzgündür. Və C2H6-nın üstünə H2 gələndə bu alınmır, bu səhvdir. Belə bir reaksiya yoxdur. Cavab olacaq doğru deyil, 2 və 4. D variantı. Burada 1,2 dixlor butandır. Yaza bilərik. Butan belə yazılır. Və birinciyə, bir də ikinciyə. Əgər sink gəlir isə üstünə, Y-imiz xlor götürəcək, rabitələr vurulacaq, belə içəri girəcək, alınacaq 2 qat rabitə. Hidrogenləri düzmürəm. Yəqin ki, özünüz o söhbəti tutursunuz da. Yazdım.
Bəzilərini yazmamışam, bunları da yazaq. Üstünə H brom gələndə, nə alınacaq? Bu nədir? X-imizdir. Y-imiz olacaq CH2 CH. Deməli, burada belə deyə izah eləyək. Hidrogeni çox olan yerə Markovnikov qaydası ilə, yəni bu bura gələcək. Brom isə hidrogeni az olan yerə alınacaq. CH3 CH xlor, brom və yaxud bromdur burada. CH2 CH3. Və burada üstünə də gəlirik kalium OH-ın suda məhlulu. Suda məhlulu deyəndə elə kalium gələcək, bromu götürəcək, OH da karbona birləşəcək. Alınacaq CH3, CHOH, CH2, CH3. İndi fikir verin burada. Deyir Z maddəsi nədir? Bilirik ki, bir atomlu spirtdir, amma neçəli spirtdir? OH birləşən karbon neçə karbona birləşib? 2 karbona. Deməli, neçəli spirtdir? İkili spirtdir. Cavab olacaq D variantı. 18-ci suala baxaq. X-imiz olacaq CO2 ola bilər. O2 da ola bilər. Yəni, CO2 reaksiyaya daxil olanda CO alınır. O2 də reaksiya natamam daxil olanda CO alınır. Yəni, hər ikisi ola bilər. Hər iki maddə ola bilər. Keçdik nəyə? CO üstə gəl Y. Bax, bunu görürsünüz. Bax, bunu. Deməli, bunu indi ayrılıqda yazın. CH3, OH. Deməli, bu olacaq. Üstünə xlor 2 gələndə əvəz etmə reaksiyası xlor, COOH. Deməli, olacaq. Bax, bu. Cavab B variantı. 19-cu suala baxaq. 19-cu sualda 1,2 dixloretan kalium OH-ın spirtdə məhlulu ilə reaksiya daxil olanda bunu belə burada yazaq. Deməli, etan C. Xloru götürürük. Xlor. Sonra hidrogenləri düzürük. H2. Üstünə gəlirik kalium OH-ın spirtdə məhlulu. Nə demişdik? Demişdik ki, kalium OH-ın spirtdə məhlulu olanda nə qədər xlordursa, o qədər pi rabitə. Nə qədər xlordur? 2 də xlordursa, 2 dənə pi rabitə. Onsuz da sigma rabitədə olur. CH. Elə bir ki, kalium gəlir, bunu götürür. Yanındakı, buradan hidrogeni götürür. OH, yenə kalium gəlir, bunu götürür. OH, o ikinci OH gəlir, buradakı hidrogeni götürür. Ona görə CH, 3 qat rabitə CH olur. Yəni, nə olacaq burada? Asetilin. X-imiz asetilинdir. Asetilin. Aktiv karbonla, demək, aktivləşdirilmiş karbonla trimerləşmədir. Alınır C6H6. Yəni, fenol. Daha doğrusu benzol, üzr istəyirəm. Benzol. Sonra üstünə də HNO3 gələndə biz bilirik ki, benzolla nitrat turşusu elə nitrobenzol alınır. Yəni C6H5NO2. Cavab nə olacaq? D variantı. 20-ci sualda. Burada spirtdə məhlulsa elə bir də xlorsa, bir də pi rabitə. Bax, burada belə bir birləşmə əmələ gələcək. Yaza bilərik. CH3, CH2, CH2. Və burada HOH götürsək, hidrogeni çox olan yerə, OH hidrogeni az olan yerə X2-miz olacaq. CH3, CHOH, CH3. Üstünə H xlor gələndə bu OH, hidrogen OH-ı götürəcək, alınacaq CH3, CH xlor, CH3. Vürs reaksiyasına gəlir, fikir verin. Natriumdan isə deməli mono xlorlu törəmə nə demişdik? Ekiz reaksiyası CH, CH3, CH3. Xlorlar getdi. 2 də natrium xlor kimi çıxdı və xlor olan karbonlar birləşdi. Birləşəndə uzun zənciri seçsək, uzun zənciri seçdik, nömrələdik 1, 2, 3, 4, 2, 3, dimetil butan. 2, 3 dimetil butan. Y variantı. 21-ci suala baxaq. Buten 2 yazıram. Yəni, ikinci rabitəyə hidrogenlər düzmürəm. Üstünə brom gələndə elə bura brom birləşir. Brom. Sonra kalium OH-ın spirtdə məhlulu gələndə bura 3 qat rabitə olur. Niyə görə? Çünki 2 də brom varsa 2 də pi rabitə, bir də sigma. Və üstünə də
xlor 2 dənə gələndə deməli bir pi rabitə gedir, xlorlar birləşir, bir pi rabitə gedir, bir də xlorlar, bir dənə xlor, yəni 2 xlor. 1 mol 2 xlor. Alınır CH3, C xlor, 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 xlor. CH3. Olacaq nə? Fikir verin, xlorlar bir ikincidədir, bir də üçüncüdədir. Olacaq 2, 2, çünki ikincidə 2 dənə xlor var. 3, 3, tetra xlor, 2, 2, 300 tetra xlor, butanın D variantı. 22-ci suala baxaq. Sinklə qarşılıqlı təsirdə olanda alınır, deməli, CH2 qat rabitə CH2. Su ilə daxil olanda elə CH2, OH gəlir, birləşir. CH2OH. Spirtlə daxil olanda 2 dənə xlor varsa 2 də pi rabitə. Bax belə. Fikir verin. Olacaq CH, 3 qat rabitə CH, yəni asitlin. Nə deyir burada? X, Y, Z maddələrindən hansıları polikondensləşə bilir? Polikondensləşmə o deməkdir ki, tərkibindən HOH çıxsın, yəni su çıxsın. O da ki, aid olacaq Y lafsanın alınmasında istifadə olunur. Vəssalam. Qalan bu polimerləşmədir. Bu da polimerləşmə yox, asetlinin polimerləşməsi yoxdur. Elə bu polimerləşmədir. Cavab olacaq nə? Polikondensləşmə yalnız YB variantı. Propen CH2, 2 qat rabitə CH, CH3. H xlor gələndə hidrogeni çox olan yerə, xloru az olan yerə CH3, CH xlor, CH3 və ekiz söhbəti var. Yəni CH, CH3 xlor, bir də tərsinə yazıram. CH3, CH3. Yenə də bunu bax rabitə kimi 2 dənə natrium xlor çıxır. Adlandıraq. Bayaq 2-3 dəfə rast gəlmişik buna. O nədir? 20-yə qədər testlərdə 3 dəfə rast gəldik. 1, 2, 3, 4. Deməli 2, 3 dimetil butan, 2, 3 dimetil butan. Bu da 2 xlor propan. 2 xlor propan. Hələ ki A-dan Y uyğun gəlir. Keçək o birinə. O biri də ki, yenə də X-in üstünə X budur. Üstünə xlor gələndə spirtdə məhlullu. Fərqi yoxdur. İstəyirsiniz burada pi rabitə yaradın, istəyirsiniz burada pi rabitə yaradın. Heç bir fərqi yoxdur. Alınacaq CH2, CH, CH3. Yəni propen. A variantı. 24-cü sualda alınır propen. Açıq yazırıq. Çünki açıq yazmasaq biraz çətin ola bilər. CH3. Brom birləşir. CH2 brom. CH brom. CH3. Üstünə gələndə kalium OH-ın spirtdə məhlullu. Nə qədər brom varsa o qədər pi rabitə. CH3 qat rabitə CH3. Yəni Z olacaq propin. Propin də Y variantıdır. Fərqi yoxdur. O bir tərəfdən də birləşdir. Eyni şeydir. 25-ci suala baxaq. 25-ci sualda burada alınır kalsium oksid. Üstünə karbon gələndə kalsium karbid hara getdiyi bilinir. Çünki belə suallar, belə tipli suallardan bir 3 dəfə rastımıza çıxıb. C2H2 bu trimerləşmədir. Aktiv karbon gördüysə trimerləşmədir. C6H6 bu isə alkilləşmədir. C6H5 kumol. Bunun adı kumoldur. CH3. Kumol və yaxud izopropil benzol da deyirlər C variantı. Keçdik asetilin üstə gəl H xlor alınır CH2 2 qat rabitə CH xlor. Bir dənə pi rabitə qırılır, hidrogen bura, xlor bura birləşir. Üstünə H2 gələndə CH3, CH2 xlor. Üstünə də spirtdə məhlul gələndə elə alınır nə? Xlor gedir burada, OH gəlir buradan hidrogen götürür. CH2 2 qat rabitə CH2. Yəni propen. Nə deyir? Polimerləşə bilir. Deməli, bu vinil xlorid polimerləşir. Polivinil xlorid alınır. Burada yox, bu doymuşdur. Bu polimerləşir, bəli. Cavab olacaq X və Z. B variantı. 27-ci sualda burada 160 dərəcə nə deməkdir? Molekul daxili dehidratlaşma deməkdir. Yəni alınacaq etilen. C2H4. Üstünə xlor 2 gələndə olacaq 1-2 dixlor etan. Yəni
CH2 xlor, CH xlor. Suda məhlulu gələndə biz bilirik ki, suda məhlulu 2 molla gəlməliyik. Etilin qlikol alınacaq. OH gəlib birləşəcək və natriumda xlorları götürəcək. Alınacaq C variantı. 28-də. Burada populyar reaksiyadır. Alınacaq natrium 2CO3 verib. Bir də CH4 alınacaq. CH4-ün 550 dərəcədə temperatur parçalanmasından C2H4 alınır. C2H4-ün də yəni alkenlərin kalium permanganatda oksidləşməsindən alınır. 2 atomlu spirtlər CH2OH, yəni etilen glikol alınacaq burada. Nə deyir? Polikondensləşmə. CH4 ümumiyyətlə nə polimerləşməsi var, nə polikondensləşməsi. Bu polimerləşmədir. Etilen. Bu isə lafsanın alınması liflərdə istifadə olunur. Polikondensləşmədir. Cavab olacaq yalnız D variantı. 29-cu sualda HCOOH qarışqa turşusudur. Dehidratlaşma sayılır da bu. Yəni su çıxır da, fikir verin. Daha doğrusu dehidratlaşma sayılır. Burada bax fikir verin. Bax bu hidrogeni çıxardın. Qalacaq nə? CO. Burada da alınacaq yeganə duz əmələ gətirməyən oksiddir ki, qələblərlə reaksiya daxil olur, duz əmələ gətirir. Natrium formiat. Və burada da fikir verin, alınacaq nə? Natrium çıxdı, SO4-lə H gəldi yerinə, alınacaq, bu düzdür. Bu sonra nə deyir? Sonra deyir ki, bu deməli kuprum OH2 oksidləşdiricidir. Alınacaq karbon qazı. Deməli, X-imiz olacaq CO, Y-imiz olacaq HCO natrium, bu da karbon qazı A variantı. 30-cu suala baxaq. C2H5OH bu nədir? Lebedov reaksiyası. Alınacaq divinil. Burada 140 dərəcədən aşağı olanda olacaq deməli sadə efir. C2H5O, C2H5. Burada isə deməli mürəkkəb efir alınacaq. Bu akril turşusudur. CH2, CH, COO, C2H5. Etil akrilat. Və suda çıxacaq, yazılıb da burada su çıxır. Polikondensləşmə hansı maddə polimerləşə bilir? Deməli bu polimerləşir, səbəb 2 qat rabitəsi var. Bu da polimerləşir, səbəb 2 qat rabitəsi var. Olacaq X və Z polimerləşə bilir. Amma sadə efir Y yox. Cavab olacaq A variantı. 31-ci sualda karbon qazı üstəgəl su alınır C6H12O6. Spirtə qızqırmasında alınır karbon qazı və C2H5OH etil spirti. Və buradan da mürəkkəb efir alına bilər. CH3COO C2H5. Deməli COO, O-nun birini yeyiblər. Bu olmayacaq. Bu olacaq. C2H5 D variantı. 31-də spirtdə məhlulsa nə qədər xlorsa o qədər pi rabitə. Bax belə təsəvvür eləyin. Alınacaq nə? Asetlin. 3 dimerləşməsi C6H6. 3-cü dəfə qabağımıza çıxır bu. Və buradan da alınacaq kumol C6H5 izopropildə belə deyək. Populyar reaksiyadır. Kumolun üstünə sulfat turşusunda, yəni katalizatorla O2 gələndə fenol və aseton alınır. CH3. Əzbərləyin bu reaksiyanı. CH3. Deməli D variantı olacaq. Burada alınır əvəz etmə reaksiyası CH3 xlor. Natrium OH-ın suda məhlulu CH3OH. Kuprum oksidlə HCOH, yəni bir karbonlu aldehid. Yəni yadınıza saxlayın, bir atomlu spirtlərin kuprum oksidlə oksidləşməsindən həmin karbon sayı aldehid alınır. A variantı olacaq cavab. 34-cü sualda propanol 2, 3 karbon yazırıq, OH-ı yazırıq 2-ci karbona. H bromdan olacaq, yenə də 3 karbon, xlor birləşəcək. Üstünə kalium OH-ın spirtdə məhlulu, elə bir ki, xlor gedəcək, pi rabitə əmələ gələcək. Yenə də 3 karbon, pi rabitə. Bizə bilir ki, alkenlərin kalium permanganatda oksidləşməsindən 2 atomlu spirt alınır. Yəni, o pi rabitə birləşən karbonlara OH birləşəcək. Yəni, hidrogenləri özünüz düzə bilərsiniz. Bu olacaq nə? 1-2, buradan sayırıq. 1-2,
sonradan deyəcəyik. Və 3 karbondur. Propan, triol yox, diol, çünki OH 2 dənədir. Diol 1,2D variantı. Fotosintez prosesi nəticəsində C6H12O6 alınır, oksigen burada çıxıb. Spirtə qızqırmadan C2H5OH-dır. C2H5-in temperaturu 140-dan yuxarıdırsa alınacaq molekul daxili OH, bir də H çıxır, C2H4. Buradadır C2H4. Yox, buradadır. Bu X2-dir. Bu X2-dir. C2H4. C2H4-ün üstünə də xlor gələndə CH2 xlor, CH2 xlor. Yəni C2H4 xlor 2-də yaza bilərik. Yəni budur cavab D variantı. Sonra keçdik 36-cı suala. 36-cı sual təkrar suallarda çalışın reaksiyaları yaxşı öyrənin. Yəni qaydada reaksiyaları öyrənib əzbərləsəz, bəs eləyəcək. Çalışın başa düşün. Bax, sinkdir. Sink gələcək, bu bromu götürəcək, pi rabitə əmələ gələcək. Yəni CH3, CH2 qat rabitə, CH2, propen. Sonra nə başlayır? Kalium OH-ın suda məhlulu, kalium OH su olduğuna görə brom gedəcək, OH gələcək. Brom gedəcək, OH gələcək və salam. Onu biz burada yazaq. CH3, CHOH, CH2OH. Kalium OH-ın spirtdə məhlulunda isə brom gedəcək, pi rabitə əmələ gələcək. Yəni buradan hidrogen gedəcək. Brom gedəcək, buradan hidrogen gedəcək. Yenə pi rabitə əmələ gələcək. Yəni burada hidrogen qalmayacaq. Alınacaq CH3, C3 qat rabitə, CH. Yəni propin. Bu isə propandiol 1,2 propin. C variantı. 37-ci sualda su ilə metanın reaksiyasından CO və hidrogen alınır. Su ilə deməli metanın karbon qazı ilə də reaksiyasından eyni sintez qazı alınır. Burada alınacaq deməli HOH kimi təsəvvürləsək, hidrogeni çox olan yerə, yəni CH3, CHOH, CH2, CH3. Yəni bu olacaq nə? Deməli propanol 2. Propanol 2, karbon monoksiddir. Sonra burada isə asetlenin su ilə reaksiyasına asetaldehid alınır. Yəni sirkə aldehidi deyə bilərik A variantı. 38-ci sualda deməli propan, 2 xlor propan. 2 xlor propanı biz belə yazırıq. Hidrogenlər düzmürəm. Propan ikinciyə xlor. Natriumla reaksiyasında biz bilirik ki, ekizi olur, xlor, bir də xlor yazsam C, bax belə. Bunlar birləşəcək, uzun zənciri seçirəm. Bu CH3 deməkdir. 1, 2, 3, 4. Olacaq 2, 3, dimetil butan. 2, 3 dimetil butan. Bunlar olacaq ya da Y variantı. İndi baxaq görək, kalium OH-ın spirtdə məhlulundan nə alınır? Bunu silək. 1, 2, 3 xlor. Üstünə gəlirik kalium OH-ın spirtdə məhlulu. Spirtdə məhlul nə deməkdir? Xlor getdi, pi rabitə əmələ gəldi. Fərqi yoxdur. İstəyirsən xlor getdi, buradan pi rabitə əmələ gətir. Heç bir fərqi yoxdur. Propen alınacaq. Propen. Deməli, cavab Y variantı olacaq da. Propanol 2 alınacaq, düzdür. Deməli, OH-ın yerinə, xlorun yerinə OH gələcək. Kalium xloru götürəcək, OH gələcək, bura birləşəcək. Y variantı. Nişastadan qlükoza alınır, düzgündür. Sənayedə tətbiq olunmur deyir. Sənayedə tətbiq olunmur. Nişastadan qlükoza tətbiq olunur. Qlükozadan etil spirtə tətbiq olunur qıcqırma nəticəsində sənayedə. Etil spirtindən etilen tətbiq olunmur. Niyə görə? Çünki etilen karbohidrogendir. Yəni neftin tərkibində olur. Yəni etil spirti özü alınır. Etil spirti təbiətdə yoxdur ki, ondan tapaq etileni məntiqlə fikirləşsək. Etilindən etil spirti alına bilir sintetik yolla. Etil spirtindən də oksidləşdirib sirkə turşusu ala bilərik oksigen bakteriya nəticəsində. O da sənayedə var. Cavab olacaq 3-cü D variantı. 40-cı sualda burada metil xloriddən etan almaq olur. Etandan da etilen almaq olur. Etilendən də etilen oksid almaq olur. Sənayedə üsulu var. Amma etilen oksid onsuz da biz alırıq onu. Etilen glikol ala bilmərik. Cavab olacaq D variantı. Yəni tətbiq olunmur. Etilen glikoldan da lafsan ala bilərik. Lifin alınması, lafsan lifinin alınması. 41-ci sualda aktiv kömür 3 trimerləşmə C6H6
Ferium xlor 3-ün təsirindən alınır bir dənə C6H5 xlor, yəni birini əvəz eləyir hidrogenlə, bir də H xlor çıxır, bir də H xlor çıxır. Sonra alınır C6H5 xlor natriumdan gedir, OH qalır. Fenol da 3 mol bromla reaksiyaya girir. Bax, belə bir birləşmə əmələ gətirir. Burada açıq yazaq. Benzol halqası, təpəsində OH, brom, 2, 4, 6 vəziyyətində brom. Yəni 2, 4, 6 tribrom fenol. C variantı. 42-ci suala baxaq. Buradan alınacaq, deməli, CH4-ün üstünə karbon qazı gələndə hidrogen və CO alınır. Hidrogenlə hidrogen reaksiya daxil olmadığına görə CO-dur. CO hidrogenlə metil spirti alınır. Metil spirtin də ortasına CO-nu salanda CH3, COOH alınacaq. Birinci dəm qazı, metil spirti, sirkə turşusu. Dəm qazı, metil spirti, sirkə turşusu, Y variantı. 43-cü suala baxaq. Kalsium karbid üstünə su gələndə asetlin, asetlin yananda karbon qazı kömürlə CO alınır. CO natrium OH-la HCOO natrium təkrar reaksiyalardır. HCO natrium elə buradadır. HCO natrium. Gümüş çıxdı, oksigen gəldi. Burada alındı natrium HCO3. B variantı. 44-cü suala baxaq. Burada deməli HOH kimi götürsək, hidrogen və OH, yəni CH3, CH2OH. Lebedev reaksiyası divinil alınır. CH2, CH, CH, CH2. Əgər 40 dərəcədən yüksəkdirsə, 2 dənə 2 qat rabitə qırılır. CH2 brom, CH 2 qat rabitə ortaya gəlir. CH2 brom. Yəni 1,4 olacaq. Dibrom, butadiyen bir yox. 1,4 dibrom butin. Çünki bir dənə pi rabitə qalıb və Y-imizdə divinil D variantı. 45-ci sualda burada asetaldehid alınacaq. CH3, COH. Hidrogen gələndə asetil, belə deyək də, aldehidlərin üzərinə hidrogen gələndə birli spirt alınır. Yəni CH3, CH2OH. Üstünə H brom gələndə H gələcək, OH-ı götürəcək. Alınacaq CH3, CH2 brom düzdür. Üstünə kalium OH spirtdə məhlul gələndə nə qədər brom varsa o qədər pi rabitə. CH2, 2 qat rabitə CH2. Deməli, X-imiz olacaq asetaldehid. Burada da var asetaldehid. Deməli, Y-imiz olacaq, deməli, etil spirti, Z-imiz olacaq, etilin, deməli, Y variantı. Butan olacaq, CH3, CH2, CH2, CH3. Üstünə H brom yox, bu hidrogen çıxır, alınacaq butin. Butin. Burada fərqi yoxdur hansı butin. Butin 1 olsun, butin 2 olsun. Çünki özünüz görəcəksiniz. İkisi ilə də yazacağım. CH3, CH2, CH, CH3. Bu butin 1-dir. Üstünə H brom gələndə pi rabitə qırılır, xlor bura gəlir. Hidrogen də 1-nə gəlir. Və yaxud butin 2 yazaq. CH3, daha çox butin 1. CH2, 2 qat rabitə, CH, CH2, CH3. Üstünə H xlor gələndə yenə də hidrogenin çox olan yerə xlor gələcək bura. Eyni şeydir. Bu tərəfdən də sayanda 1-2 xlora, bu tərəfdən də sayanda 1-2 xlora gələcək. Əsas nədir? Yəni X-imizin fərqi yoxdur. Z-i soruşur bizdən. Bunun üstünə natrium gələndə biz də bilirik ki, bunun ekizi, yəni yazıram özün CH xlor, CH2, CH3. Bir də çevirirəm xlor, CH, CH2, CH3, CH3. Bax belə. Və uzun zənciri seçirəm. Radikalları nömrələyirəm, daha doğrusu krujoklayıram və nömrələyirəm. 1, 2, 3, 4, 5, 6. Nə olur? Ehtiyac yoxdur adlandırmağa. Elə bunu uzun kimi də yaza bilərik. 1, 2, 3, 4, 5, 6. 6 dənə uzun zənciri 6 dənədir. 1, 2, 3, 4, 5, 6 budur. Üçüncüyə düşür. 1, 2, üçüncüyə düşdü və dördüncüyə düşdü. Elə B variantıdır. Bunu açıq formada bunu açsaz belə bu istiqamətdə elə B variantı olacaq. 47-ci sualda C2H6 çıxır. Onda C2H4-dür bu.
C2H4-dən alınır C2H5OH. Buradan alınır divinil. Divinil yazmıram. Divinili bilirsiniz də. Z maddəsi üçün hansı ifadə doğru deyil? Müəyyən şəraitdə hidrogenləşir, düzgündür. Çünki 2 qat rabitəsi var. Halogenlərlə reaksiya daxil olur, düzgündür. Polimerləşir, bəli, kauçuk əmələ gəlir. Molekulunda bir pi rabitə var. Xeyr, 2 pi rabitə var. Divinil. Hər vinildə bir dənə pi rabitə. Molekuldakı bütün karbon atomları sp2 hibrid vəziyyətindədir. Bu düzgündür. Cavab olacaq D variantı. 48. Qızqırma. Qızqırmada alınır C2H5OH. Hidrogen su çıxanda C2H4. Oksidləşəndə gliserin. Gliserin nədir? Etilen glikol. Gliserin nə idi? Başqa yeri. Deməli, etilen glikol A variantı. Sonra kalsium karbid burada alınır C2H2 su ilə reaksiyasında. Trimerləşmə, bax təkrar reaksiyalardır. Ona görə asan olur. Uşaqlar daha yaxşı öyrənir. Xlor 2 ilə H-neu deyəndə birləşmədir. C6, H6, xlor 6. Xlor 6. Artıq burada benzol halqası itir. Ona görə mən buna benzol deyə bilmərəm. Yəni Z maddəsinə. Nə deyəcəm? Tetraxlor sikloheksan. Daha doğrusu tetra nə idi? Heksaxlor sikloheksan. Heksaxlor sikloheksan. Y benzol, bu da asetilin. Cavab olacaq Y variantı. 50-ci suala baxaq. Axırıncı sualdır. Növbəti nədir? Videoda 51-dən 100-ə qədər izah eləyəcəm. Burada alınır bunu ilə, bax bunu ilə, bu getdi, bu hissə. Bu hissə getdi. CH4 alındı. Burada alınacaq HCOOH. Burada da alınacaq natrium OH-da. Deməli, burada natrium xlorları götürəcək. OH da gələcək, birləşəcək. Burada spirt su demir. Ona görə elə su kimi götürürük. CH2OH, CH2OH. CH4, 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 H bu. D variantı.